Qarabağa qayıdanlar narazılıq eləyir kommunal xidmətlərin bahalığından. 4 otaqlı evə 80 manat istilik sistemi aylıq düzgündür. Bu balasını doyursun, bu öyünün alsın, başını alsın, iynəsini alsın, dərmanını alsın. Deputat isə deyir ki, bu məsələ onun da diqqətindədir, aidiyyatı qurumlara çatdırıb. Özəl şirkətdir, öz bazar qiymətini olur. Yəni dövlətin şirkəti deyil ki, dövlət ona nəsə desin. Amma hər halda yəqin ki, bu işlə məşğul olacaq. Füzulidə tariflər Bakıdakından da xeyli bahadır. Bu istediği qiyməti nədənsə yuxarıdır. Düşünün ki, bu bir haqsızlıqdır. Üzü qışa doğru Füzulidə məskunlaşan sakinlərin işsizlik, donanışıq kimi qayğılarına biri də əlavə olunur. Hər ay evinin sahəsindən asılı olaraq ayda 45-80 manat ancaq istiliyə görə xidmət haqqı ödəməlidirlər. Azadlıq radiosu bir neçə Füzuli sakini ilə danışıb. Onlar təhlükəsizliyə görə kimliklərini açıqlamaq istəməyiblər, amma bildiriblər ki, mərkəzi istilik sisteminə görə xidmət haqqı həddindən artıq bahadır. Dövlətimiz köçürdü bura. Yəni bu işlə təmin olunmuşsa, bu ayda 80 manat nətər versin ona? Bu balasını doyursun, bu öyünün alsın, başını alsın, iynəsini alsın, dərmanını alsın. 4 otaqlı evə 80 manat istilik sistemi aylıq düzgündür. 3 otaqlı evə 65 manat, 2 otaqlı evə 45 manat. Xərçəng xəstəsi məcburdur müalicəsinə görə gəlir Bakıda yaşayır. Gedir ki, istilik sisteminə borca pul gəlibdir, işlətməyə. İşlətmədin pulu verməlisən. Sakinlər deyirlər ki, işıq, qaz, su və digər kommunal xidmətlər də daxil aya təxminən 100-120 manat xərcləri çıxır. Heç bir yerdə işləməyənlər isə hər ay bu pulu necə ödəyəcəklərini bilmirlər. Cəmaata çörək verin, iş yeri açın, cəmaat dolansın, bu bazar storla, dükan açmaqla deyil ha. Sosial mediada işğaldan azad olunmuş ərazilərdəki problemləri ictimailəşdirən əslən Füzulidən olan Mübariz Sadıqlı deyir ki, bu tarifləri müəyyənləşdirənlər orada cəmaatın necə yaşamağından, dolanmağından xəbərsiz olanlardır. Hamısı narazılıq eləyir. Evlərin belə deyək, keyfiyyətsiz olmasından, təcili yardım olmamasından, orada həkim məntəqəsinin demək olar fəaliyyət göstərməməsindən, ondan sonra insanları yığıblar orada, ancaq pensionerlər orada nəysə bir şey, iş yerləri ancaq başqa rayonlara aparırlar, fəhləçilik ancaq, ixtisasına görə heç kimə iş verilmir. Füzulidə yaşayanlar deyirlər ki, binaların önünə Ağdam, Füzuli və Xocavənd bərpa tikinti və idarə etmə xidmətinin adından ödəmələri gecikdirənlərin evinə istilik xidmətinin dayandırılacağı ilə bağlı xəbərdarlıq vurulub. Azadlıq radiosunun bu qurumun mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdləri alınmayıb. Qarabağdan olan deputat Aqil Abbas deyir ki, ona da Füzulidən bu barədə xeyli narazılıqlar edilib. O bu məsələnin aidiyyatı qurumlar qarşısında qaldırıldığını bildirir. Cəmaatla da oturub dərdləşmişəm, yəni qəbul eləmişəm hamını, şəhərin özündə söhbətimiz olub. Özəl şirkətə verilir, özəl şirkətdə bu qiymətləri qoyub, təbii ki, düzgündür. Mən ondan məşğul olmuşam, indi görək nə olacaq. Amma dedim, özəl şirkətdir, öz bazar qiymətini olur. Yəni dövlətin şirkəti deyil ki, dövlət ona nəsə desin. Amma hər halda yəqin ki, bu işlə məşğul olacaq. Təkcə Füzulidə yox, işğaldan azad olunmuş digər rayonlarda da məskunlaşanlardan təxminən eyni məbləğdə kommunal ödənişlər tələb olunur. Şuşada məskunlaşan bir ailə bildirir ki, onlardan birinci il ödəniş tələb olunmayıb, amma sonradan onlara bu borc kimi yazılıb və istilik xidməti haqqını borcla birlikdə hər ay tam ödəmələri tələb edilib. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyüp Hüseynov deyir ki, onun özünə də işğaldan azad olunmuş ərazilərdən çoxlu sayda müraciətlər daxil olub. O bu məsələni araşdıranda tariflərin hətta Bakının mərkəzindən xeyli baha olduğu məlum olub. İşğaldan azad olunmuş ərazilərdə yaşayanlar da mənə zəng edirlər. İstilik qiyməti barədə. Məsəl üçün, mən konkret olaraq bir istehlakçı olaraq özümdən misal edirəm. Şəhərin mərkəzindən köyünə binada yaşayanlar 1 ilə 3 otaq üçün 40 manatdan yuxarı vermirəm istilik üçün. Düz isti su gəlmir, yalnız istilik üçün 3 otaq üçün 40 manat ödənir. Bu çox uyğun bir rəqəmdir. Lakin gələn telefon üzərləri göstərir ki, bəzi yerlərdə və xüsusən işğaldan azad olunmuş ərazilərdə bu istiliyin qiyməti nədənsə yuxarıdır. Düşünün ki, bu bir haqsızlıqdır. Gərək mütləq bu qiymətlərdə dəyişiklik olsun. Üstəlik ki, isti suda təmin olunursa, verilən rəqəm qədər yüksək ola bilməz qiymət.
Rəsmi qurumlardan şikayət edənlərə bildiriblər ki, Nazirlər Kabinetinin qərarı ilə məcburi köçkünlərə yemək, kommunal və digər xidmətlərə görə adam başına 60 manat aylıq ödəniş edilir. Amma işğaldan azad olunmuş ərazilərə köçənlərin 3 ildən sonra bu müavinəti kəsiləcək. Füzuliyə ilk köç 2023-cü ilin avqustunda baş tutub. Söhbətləşdiyimiz Füzuli sakinləri deyirlər ki, gələn ilin avqustunda bu müavinət də kəsiləndən sonra necə dolanacaqlarını bilmirlər.